Salam əziz şagirdlər, bugün biz bu sözün nitq hissəsi olması, başlanğıc forması, vurğusu, tələffüz qaydası və quruluşu haqqında danışacağıq. Axmaq sözü iki mənada işlənə bilər. Biri axmaq, tökülmək mənasında feil kimi, biri də axmaq, ağılsız insan mənasında sifət kimi işlənə bilər. Əgər bu sifət mövqeyində işlənərsə, sözün başlanğıc forması bu şəkildə olacaqdır. Və sözün quruluşu, hər iki sözün quruluşu sadədir. Birinin tərkibində qrammatik şəkilçi var, birinin də tərkibində ümumiyyətlə şəkilçi yoxdur. Deməli, sözün quruluşu mütləqdir. Bəs ehtimal olan nədir? Sözün hansı nitq hissəsinə aid olması. Bəs biz bu sözün hansı nitq hissəsinə aid olduğunu necə təyin etməliyik? Həmin sözün işlənmə yerinə, işlənmə mövqeyinə baxacaq. Cümlədəki, kontekstdəki yerinə baxacaqsınız ki, görək sifət mənasında işlənibdir, yoxsa feil mənasında işlənibdir. Əgər sifət kimi işlənibsə, sözün başlanğıc forması bu şəkildə olacaqdır. Və feil mövqeyində işlənsə, sözün başlanğıc forması bu şəkildə olacaqdır. Sözün başlanğıc forması ax feilidir. Ax, yəni tökül mənasında. Bu ehtimaldır. Sözün hansı nitq hissəsinə aid olması, sözün başlanğıc forması ehtimaldır. Vurğusu hər ikisində sona düşəcəkdir. Bu mütləqdir. Aid olduğu nitq hissəsi mütləq, daha doğrusu ehtimaldır. Sözün tələffüz qaydası, bəs buna baxaq. Quruluşu da mütləqdir, hər iki mənada sadədir. Aid olduğu nitq hissəsi ehtimal, bu qədər. Deməli, sözün tələffüzünə baxacaqsınız. Bilirsiniz ki, sözün sonu q samitı ilə bitən zaman özündən sonra sait gələrsə, q əvəzlənməsi baş verir. Yox, özündən sonra deməli, samit gələrsə, ya da ümumiyyətlə heç nə gəlməzsə, q, x kimi tələffüz olunacaq. Q, x kimi tələffüz olunacaqdır. Amma sait gələrsə, q, əvəzlənməsi baş verəcəkdir.